Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mən hal-hazırda mənzildə və yaxud da bina evində deyiləm. Mən hal-hazırda Mərdəkandayam. Siz bilirsiniz ki, bizim kanal ancaq həyət evləri, villalar, bağlar olanda yox, var, çoxdur torpaqlarımız. Sadəcə çəkiliş eləmirik. Lazım olanda torpaqlar çəkib sizə təqdim edirik. Allah mənzil, ev, şəhər evi işləyənlərin də canı sağ eləsin, hamının ruzun bol eləsin. Biz hal-hazırda Mərdəkanda yox, gözəl bir yerdəyik. Ərazi olaraq çox qəşəngdir. Bravodan, Makaron fabrikin küçəsindən qalaya gedəndə mərkəzi yoldan Güney Azərbaycan küçəsi gedir də o. O Güney Azərbaycan küçəsindən 100 metrlik məsafədəyəm. 100 metrlik məsafədə bu dəqiqə sizə evin qonaq otağından başlayıram çəkiliş eləməyə. Biz hal-hazırda evin qonaq otağındayıq. Evin ümumi yaşayış sahəsi 120 kvadratdır. Torpaq sahəsi isə 300 kvadrat, yəni 3 sotun içərisində inşa olunub. Həyətində hovuz, isti hovuz, qarşısında söhbətgah, bisetka, ayrıca hər bir şey var. Evin də torpağında sənədi var, kupçası var, çıxarışı var. Qiyməti isə start olaraq düzdür, natiq 285 mindir. Start olaraq 285 min manatdır. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Bütün əşyalıdır da düzdür. Bütün əşyalıdır. Kamera xəttlərinə qədər hər bir şey çəkilib internetdə hazırdır. Ev gir evə yaşadır. Yəni deyirlər gir evə yaşa. Bu ev onlardandır. İndi isə çıxıram həyətə. Həyətə çıxım. Həyətdə bir dənə sizə qısa olaraq göstərim. Gəlsən, gəl Natiq, gəl. Biz hal-hazırda evin həyətinə çıxdıq. Həyət avtomatik olaraq darvaza çox qəşəng, səliqəli işlənilib. Həyətə tam böyükdə, belə deyim, lap böyük cip bir dənə maşın yerləşər. Amma lazım olsa bilsəm ki, bugünkü gündə yəni mənim 2 dənə maşınım var. Həyətə sıxışdırmaq mümkündür. Yəni mümkündür. Natiq bu tərəfdən fırlanmısan da evin bütöv olaraq hər tərəfindən fırlanmaq olur. Sonra bu tərəfdə evin yan hissəsində evin kombi texniki otağı yerləşir. Onun içərisində bilmirəm, yəqin ki, sanitar qovşağı da var. Əziz izləyicilərimiz olmalıdır. Hovuzumuz isti hovuzdur. İstənilən vaxtı qoşub, yəni ki, hazırdır. Orada xəttləri hamısı hazırdır. Sadəcə indi çox adam istifadə eləmədiyi üçün ev sahibi qoşmayıb. Qoşub bunu sizə təhvil verə bilər. Özü şəxsən. Hovuzdur, isti hovuzdur. Sonra buradan da gəlirəm. Evin ümumi giriş hissəsindən sağ tərəfdə evdən ayrı, evin mətbəx otağından ayrı söhbətgah var. Söhbətgahın döşəməsi isti döşəmədir. Hovuzun motorxanası, bir də ki, hovuzun, həyətin rezerv su anbarı burada yerləşir. Söhbətgahın daxilində manqal da var. Stul, manqal. Bəlkə bir dənə buradan eləyək. Birbaşa buradan keçək mətbəxə. Çünki oradan çıxmışdı. Burada bizim mətbəx otağımızdır. Mətbəx otağında, bax, bütün sobalar qoyulub. Qaz sobası qoyulub. Paltar yuyan maşın qoyulub. Su hövzəsi var. Burada çatışmayan bir dənə qab yuyan maşındır. Əgər sizə lazım olsa, vacib olsa qab yuyan maşın, bunu çıxardıb başqa yerə, bunun yerinə qab yuyan maşın qoymaq olar. Bir də ki, soyuducu yerindədir. Televizordakı maşallah öz yerində. Mətbəxdən çıxdıq, yenidən çıxırıq evin ümumi giriş qapısına. Giriş qapısından keçən kimi burada dolab, biraz burada qarma-qarışıq çəkiliş elədik, amma qoy olsun da hər zaman girişdən başlayırıq. Bu səfər belə elədik. Üzürlü sayın. Birinci yataq otağı boşdur. Sonra keçirəm. Yataq otağı, ikinci yataq otağı maşallah genişdir. Dolabı, bəzənmə stolu. Burada yataq dəsti. Bura yenə də yataq otağı. Maşallah 2 dənə yataq otağı, ikisi də genişdir. Özünün daxilində sanitar qovşağı mövcuddur. Sizə bu proyektdə evlər biz çox çəkirik, təqdim edirik. Onlar hamısı satılıb. Bu proyektdə ev yoxdur. Bu düzdürmü? Ən çox satılan da evdir. Yəni bu evdə belə mən sizə deyim 10 gün 15 günə satılacaq inşallah. Bu da tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı. Dəyərli izləyicilərimiz, çox sağ olun. Bizi izlədiyi üçün sonda keçim qonaq otağını yenə də göstərim ki, mətbəxlə üzbəyüz qonaq otağıdır. Bura evin qonaq otağıdır. Əzizlərim, burada sizi salamlamışdım. Burada da sizinlə sağollaşıram. Bir daha məlumat verirəm. Evin start qiyməti 285 min manatdır.
Təşəkkür edirəm. Çox sağ olun.